Salam dəyərli izləyicilər. Tarix fənni üzrə MİQ və sertifikasiya imtahanlarına hazırlaşanlara dəstək məqsədilə qısa sual izahları paylaşacağam. Bu suallar hazırladığım deməli sınağa aid test tapşırıqlarıdır. Deməli gördüyünüz sualda qeyd olunur ki, uyğunluğu müəyyən edin. Komendant idarəsinə qarşı üsyanlar 19-cu əsrin 30-cu illəri baş vermiş üsyanlardan söhbət gedir. Kəndli islahatının Zaqatala dairəsinə şamil edilməməsi 1870-ci il kəndli islahatı Zaqatala şamil edilməyib. Bunun səbəbi 1863-cü ildə Zaqatalada baş vermiş üsyan idi. Amma bu üsyan komendant idarəsinə qarşı deyildi. Bu idarəsi 1840-da ləğv olunub. Deməli bir yanlışdır. 1846-cı il ATK Brest-Skriptinə görə Azərbaycanda bəylərin hüquqları artırıldı. Amma onlar rus zadəganları ilə eyni hüquqlu olmadı. Çünki Azərbaycandakı bəylər idarə etmədən məhrum idi. Amma yazılsaydı ki, torpaq hüququ baxımından eyni hüquqlu oldu, doğru olardı. Amma ümumi hüquq baxımından eyni hüquqlu deyildi. 1831-ci il ticarət tarifinin qəbul edilməsi, Avropadan gətirilən malların gömrük rüsumunun artırılması 3 doğrudur. 4-də neft sənayesində 1821-ci ildə isə güzəşt var idi. Avropadan gətirilən malların gömrüyündə 50% endirim vardı. 1831-ci ildə isə gömrük rüsumu artırılmışdı. 4-də neft sənayesində iltisam sistemi ləğv edilməsi 1872-ci ildir. İlk ağ neft zavodu meydana gəlməsi 1859-cu ildir. Ona görə 4-də yanlışdır. 1840-cı il 10 aprel inzibati islahatının keçirilməsi, şəriət məhkəmələri məhdud hüquqlarla saxlanılması. Əslində 1840 10 aprel islahatına görə şəriət məhkəmələri məhdud hüquqlarla saxlanıldı. Kəbin, talaq, vərəsəli hüququ olmaqla saxlanıldı. Amma bu olmayacaq. Nəyə görə? Çünki burada inzibati islahatdan söhbət gedir. Əgər inzibati məhkəmə islahatı qeyd olunsaydı və ya ayrıca məhkəmə islahatı qeyd olunsaydı, biz bu uyğunluğu doğru götürə bilərdik. Amma inzibati islahat dediyi üçün şəriət məhkəmələri məhdud hüquqlarla saxlanılması 10 aprel islahatının məhkəmə qoluna aiddir, inzibati qoluna aid deyil. Ona görə də 5-i götürməyəcək. Doğru cavab olacaq Y variantı, yalnız 3.